Düşmanların mı gönderdiği yakama mı yapışacaktın? Çizgini aşma. Ne yapmayayım? Münasibətlərdə qadınlar çox danışır, yoxsa ki, kişilər çox vəcsizdir? Psixologiyada verbal processing deyilən anlayış var. İnsanlar hisslərini sözlə ifadə edərək sakitləşir və daxili gərginliklərini azaldırlar. Qadınlarda emosional beyin strukturlarının, məsələn, amigdala preferental əlaqələri daha aktiv olması səbəbindən duyğuları danışaraq tənzimləmək geniş yayılmışdır. Danışmaq qadınlarda yaxınlıq, güvən, bağ qurmaq vasitəsidir. Kişilər bəzi hallarda problemi həll etməyə fokuslanırlar. Qadınlar isə emosional paylaşımı münasibətin bir hissəsi kimi görür. Münasibətdə bunun nəticəsi necə olur? Qadınlar danışaraq problemi emal edir. Kişi bunu narazıçılıq, çox danışmaq, tənqid kimi anlayır. Kişi susaraq düşünür, qadın bunu mənə anlamır, laqeyddir, mənə məhəl qoymur kimi yazır. Bu, münasibətlərdə tipik kommunikasiya konfliktləri yaradır. Bəs yaxşı, burada biz balansı necə yarada bilərik? Gəlin bu mövzuya belə baxaq. Qadın üçün emosional paylaşımı davam etdirmək, daha konkret ifadələrdən istifadə etmək. Uzun cümlələrdənsə daha konkret və yığcam cümlələr. Mən bunu hiss edirəm, mən özümü belə hiss edirəm. Çünki səbəbi ifadə etmək. Kişi üçün isə aktiv dinləmə, cavab vermək üçün yox, anlamaq üçün dinləmək. Ondan başqa cütlüklər üçün danışmaq vaxtı və susub düşünmə vaxtı olaraq ayırmaq olar. Yəni bir tərəf danışır, bir tərəf ancaq susur, bir tərəf susur, bir tərəf ancaq danışır, yox. Bu saatda biz ikimiz də kommunikasiya qururuq və bu saatda biz ikimiz də bu barədə düşünürük. Sonda isə bunu deyə bilərəm ki, münasibətlərin pozulma səbəbi nə qadının çox danışması, nə də kişinin az danışmasıdır. Həqiqi səbəb tərəflərin bir-birini anlamadan, dinləmədən, ehtiyacları düzgün ifadə etmədən ünsiyyət qurmasıdır. Yəni problem danışığın miqdarında deyil, ünsiyyətin keyfiyyətindədir.